Taha surəsi. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Taha ma anzalna aleykəl Qur'anə litəşqa. Taha, biz Qur'anı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. İllə təzkirətən limən yaxşə. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik. Tənzilən mimmən xaləqəl arda və səməvətil ulə. O, yeri və uca göyləri yaradan Allah tərəfindən nazil olmuşdur. Ar-Rahmanu aləl-arş istəvə. Mərhəmətli Allah ərşə ucaldı. Ləhu mə fis-səməvəti və mə fil-ardı və mə beynəhumə və mə təhtəth-thərə. Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa ona məxsusdur. وَإِن تَجْهَرْ بِالْقَوْلِ فَإِنَّهُ يَعْلَمُ السِّرَّ وَأَخْفَى. Sən ucadan danışsan da, danışmasan da fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir. Allahu la ilahe illa huve lehul esmaul husna. Allah, ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə ona xasdır. وَهَلْ أَتَاكَ حَدِيثُ مُوسَى إِذْ رَأَى نَارًا فَقَالَ لِأَهْلِهِمْ كُثُوا إِنِّي آنَسْتُ نَارًا لَعَلِّي آتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى النَّارِ هُدًى. Musanın əhvalatı sənə gəlib çatdı mı? O zaman o, bir od görüb ailəsinə demişdi. Dayanın, mən bir od gördüm. Bəlkə ondan sizə bir köz gətirdim. Ya da odun yanında bir bələdçi tapdım. فَلَمَّا أَتَاهَا نُودِيَ يَا مُوسَى إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ عَلَيْكَ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى. Oda yaxınlaşdıqda bir səda gəldi. Ey Musa, həqiqətən mən sənin Rəbbinəm, başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən. وَأَنَا اخْتَرْتُكَ فَاسْتَمِعْ لِمَا يُوحَى. Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə. İnnəni ənəllahu la ilahə illə ənə fa'budni və əqimis-salətə li-zikri. Həqiqətən mən Allaham, məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və məni xatırlamaq üçün namaz qıl. İnnəs-sə'ətə ətiyətun əkədu uxfiyhə litujzə kullu nəfsin bimə təs'ə. Həmin saat hökmən gələcək, hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, mən onu az qala özümdən belə gizlədirəm. فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَنْ لَا يُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوَاهُ فَتَرْدَى. Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan. وَمَا تِلْكَ بِيَمِينِكَ يَا مُوسَى. Sağ əlindəki nədir ey Musa? قال هي عصاي أتوكأ عليها وأهش بها على غنمي ولي فيها مآرب أخرى. Musa dedi, bu mənim əsamdır.
ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarayır. قال ألقها يا موسى Allah buyurdu, at onu yerə ey Musa. فألقاها فإذا هي حية تسعى Musa onu yerə atdı və o dərhal ilan olub sürətlə sürünməyə başladı. قال خذها ولا تخف سنعيدها سيرتها الأولى Allah buyurdu, götür onu, qorxma. Biz onu əvvəlki halına qaytaracağıq. واضمم يدك إلى جناحك تخرج بيضاء من غير سوء آية أخرى Əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın. لنريك من آياتنا الكبرى اذهب إلى فرعون إنه طغى Belə etdik ki, sənə ən böyük möcüzələrimizdən bir neçəsini göstərək. Fironun yanına get, çünki o həddini aşmışdır. قال رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي Musa dedi, ey Rəbbim, köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü anlasınlar. واجعل لي وزيرا من أهلي هارون أخي اشدد به أزري Mənə öz ailəmdən bir köməkçi ver, qardaşım Harunu. Onun sayəsində mənim gücümü artır. وأشركه في أمري كي نسبحك كثيرا ونذكرك كثيرا إنك كنت بنا بصيرا Onu işimə ortaq et ki, sənə çoxlu təriflər deyək və səni çox zikr edək. Şübhəsiz ki, sən bizi görürsən. قال قد أوتيت سؤلك يا موسى Allah buyurdu, dilədiyin sənə verildi, ey Musa. ولقد مننا عليك مرة أخرى Sənə bir dəfədə mərhəmət göstərmişdik. إذ أوحينا إلى أمك ما يوحى O vaxt ki, anana vəhy olunacaq şeyi belə vəhy etdik. أن اقذفيه في التابوت فاقذفيه في اليم فليلقه اليم بالساحل يأخذه عدو لي وعدو له وألقيت عليك محبة مني ولتصنع على عيني Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün. Gözlərim önündə boya başa çatdırılasan deyə öz tərəfindən sənə qarşı qullarım arasında məhəbbət oyatdım. إذ تمشي أختك فتقول هل أدلكم على من يكفله فرجعناك إلى أمك كي تقر عينها ولا تحزن وقتلت نفسا فنجيناك من الغم وفتناك فتونا فلبثت سنين في أهل مدين ثم جئت على قدري يا موسى O zaman bacın gedib cəmaata deyirdi, sizə onun qayğısına qalacaq birisini göstərimmi? Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə səni anana qaytardıq. Sən boya başa çatdıqda bir nəfəri öldürdün. O vaxt biz səni qəm-qüssədən qurtardıq. Biz səni çətin sınaqlardan keçirtdik. Sən illərlə
Mədiyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş məqama gəlib çatdın, ey Musa. وَاصْطَنَعْتُكَ لِنَفْسِي Mən səni özümə peyğəmbər seçdim. اذهب أنت وأخوك بآياتي ولا تنيا في ذكري Sən və qardaşın möcüzələrimlə gedin və məni zikr etməkdə zəiflik göstərməyin. اذهبا إلى فرعون إنه طغى Fironun yanına gedin, çünki o həddini aşmışdır. فقولا له قولا لينا لعله يتذكر أو يخشى Onunla yumşaq danışın. Bəlkə öyüd nəsihət qəbul etsin, yaxud qorxsun. قالا ربنا إننا نخاف أن يفرط علينا أو أن يطغى Onlar dedilər, ey Rəbbimiz, biz onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq. قال لا تخافا إنني معكما أسمع وأرى Allah buyurdu, qorxmayın, çünki mən sizinliyəm, eşidirəm və görürəm. فأتياه فقولا إنا رسولا ربك فأرسل معنا بني إسرائيل ولا تعذبهم قد جئناك بآية من ربك والسلام على من اتبع الهدى Onun yanına gedib deyin, biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun. إنا قد أوحي إلينا أن العذاب على من كذب وتولى Bizə vəhy olundu ki, əzab haqqı yalan sayıb üz döndərənlərə veriləcəkdir. قال فمن ربكما يا موسى Firon dedi, Rəbbiniz kimdir ey Musa? قال ربنا الذي أعطى كل شيء خلقه ثم هدى Musa dedi, Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir. قال فما بال القرون الأولى Firon dedi, bəs əvvəlki nəsillərin halı necə olacaq? قال علمها عند ربي في كتاب لا يضل ربي ولا ينسى Musa dedi, onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur. الذي جعل لكم الأرض مهدا وسلك لكم فيها سبلا وأنزل من السماء ماء فأخرجنا به أزواجا من نبات شتى O, yeryüzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik. كلوا وارعوا أنعامكم إن في ذلك لآيات لأولي النهى منها خلقناكم وفيها نعيدكم ومنها نخرجكم تارة أخرى Onlardan həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən bunlarda başa düşənlər üçün dəlillər vardır. Biz sizi torpaqdan yaratdıq, sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq. وَلَقَدْ أَرَيْنَاهُ آيَاتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَى
Biz dəlillərimizin hamısını Firona göstərdik. O isə bu dəlilləri yalan sayıb, qəbul etmədi. قال أجئتنا لتخرجنا من أرضنا بسحرك يا موسى Firon dedi, sən öz sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağa mı gəlmirsən, ey Musa? فلنأتينك بسحر مثله فاجعل بيننا وبينك موعدا لا نخلفه نحن ولا أنت مكانا سوى Biz də sənə buna bənzər bir sehir göstərə bilərik. Bizimlə öz aranda görüş vaxtı təyin et. Nə biz, nə də sən vədə xilaf çıxmayaq. Bu, hamımız üçün münasib bir yerdə olsun. قال موعدكم يوم الزينة وأن يحشر الناس ضحى Musa dedi, görüş vaxtınız bayram günü, cəmaatın bir yerə toplaşacağı səhər vaxtıdır. فتولى فرعون فجمع كيده ثم أتى Firon üç çevirdi, sonra da bütün sehirbazlarının hamısını toplayıb gəldi. قال لهم موسى ويلكم لا تفتروا على الله كذبا فيسحتكم بعذاب وقد خاب من افترى Musa onlara dedi, vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar. فتنازعوا أمرهم بينهم وأسروا النجوى Fironun adamları öz aralarında işləri barəsində mübahisə edib, xəlvətcə söhbət etdilər. قالوا إن هذان لساحران يريدان أن يخرجاكم من أرضكم بسحرهما ويذهبا بطريقتكم المثلى Onlar dedilər, bu ikisi doğrudan da sehirbazdır. Onlar öz sehirləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu aradan götürmək istəyirlər. فأجمعوا كيدكم ثم أتوا صفا وقد أفلح اليوم من استعلى Odur ki, bütün hilələrinizi cəmləşdirib meydana dəstə-dəstə gəlin. Bugün qələbə çalan xilas olacaqdır. قالوا يا موسى إما أن تلقي وإما أن نكون أول من ألقى Sehirbazlar dedilər, ey Musa, ya sən əvvəlcə əlindəkini at, ya da birinci atan biz olaq. قال بل ألقوا فإذا حبالهم وعصيهم يخيل إليه من سحرهم أنها تسعى Musa dedi, yox, siz atın. Sehirbazlar əllərindəkiləri yerə atan kimi, sehirləri sayəsində ona elə gəldi ki, onların kəndirləri və çomaqları hərəkətə gəlib sürünür. فأوجس في نفسه خيفة موسى Musanın ürəyi xoflandı. قلنا لا تخف إنك أنت الأعلى Biz dedik, qorxma, qalib gələn mütləq sən olacaqsan. وألق ما في يمينك تلقف ما صنعوا إنما صنعوا كيد ساحر ولا يفلح الساحر حيث أتى Sağ əlindəkini yerə at. Onların qurduqlarını utsun. Onların qurduqları sadəcə sehirbaz hiləsidir. Sehirbaz isə hara gedirsə getsin, uğur qazanmaz. فألقي السحرة سجدا قالوا آمنا برب هارون وموسى Sehirbazlar səcdiyə qapanıb dedilər, biz Harunun və Musanın Rəbbinə iman gətirdik.
قال آمنتم له قبل أن آذن لكم إنه لكبيركم الذي علمكم السحر فلأقطعن أيديكم وأرجلكم من خلاف ولأصلبنكم في جذوع النخل وَلَتَعْلَمُنَّ أَيُّنَا أَشَدُّ عَذَابًا وَأَبْقَى. Firon dedi, mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz. Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəstirib, xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz. قالوا لن نؤثرك على ما جاءنا من البينات والذي فطرنا فاقض ما أنت قاض إنما تقضي هذه الحياة الدنيا. Onlar dedilər, biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə ver. Sən ancaq bu dünyada hökm verə bilərsən. İnna amannā bi rabbina liyaghfir lana khatayana və ma akrahtana alayhi minas-sihr. Vallahu xayrun və əbqa. Həqiqətən biz Rəbbimizə iman gətirdik ki, o bizi günahlarımıza və sənin bizi məcbur etdiyin sehirə görə bağışlasın. Allahın mükafatı daha xeyirli, cəzası isə daha sürəklidir. İnnehu men ya'ti rabbahu mujriman fa inna lahu cehennəm فَإِنَّ لَهُ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَا. Kim Rəbbinin huzuruna günahkar kimi gələrsə, cəhənnəmlik olar. O, orada nə ölər, nə də yaşayar. وَمَنْ يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ الصَّالِحَاتِ فَأُولَٰئِكَ لَهُمُ الدَّرَجَاتُ الْعُلَى. Kim onun huzuruna yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar. Cənnətu adnin təcri min təhtihəl ənhəru xalidinə fiyhə və dəlikə cəzəu mən təzəkkə. Ağacları altından çaylar axan ədm bağları. Onlar orada əbədi qalarlar. Bu, günahlardan təmizlənənlərin mükafatıdır. وَلَقَدْ أَوْحَيْنَا إِلَى مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي فَاضْرِبْ لَهُمْ طَرِيقًا فِي الْبَحْرِ يَبَسًا لَا تَخَافُ دَرَكًا وَلَا تَخْشَىٰ. Biz Musaya, qullarımla birlikdə gecə yola çıx. Əsanı suya vurmaqla onlar üçün dənizdə quru yol aç. Düşmənin sizə çatmasından qorxma, çəkinmə, deyə vəhy etdik. فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِ فَغَشِيَهُمْ مِنَ الْيَمِّ مَا غَشِيَهُمْ. Firon öz ordusu ilə onları təqib etdi və dəniz onları qaplayıb batırdı. وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُ وَمَا هَدَى. Firon öz xalqını azğınlığa sürüklədi və onlara doğru yol göstərmədi. يا بني إسرائيل قد أنجيناكم من عدوكم وواعدناكم جانب الطور الأيمن ونزلنا عليكم المن والسلوى. Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə sağ tərəfinizdəki dağın yanına gəlməyiniz üçün vədə verdik. Sizə göydən manna
və bildirçin endirdik. كلوا من طيبات ما رزقناكم ولا تطغوا فيه فيحل عليكم غضبي ومن يحلل عليه غضبي فقد هوى. Sizə verdiyimiz ruzilərin təmizindən yeyin və bunda həddi aşmayın, yoxsa sizə qəzəbim tutar. Qəzəbimə gəlmiş kimsə isə bədbəxt olar. وَإِنِّي لَغَفَّارٌ لِمَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدَى. Mən həqiqətən də tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram. وَمَا أَعْجَلَكَ عَنْ قَوْمِكَ يَا مُوسَى. Allah buyurdu, səni öz qövmündən ayrılmağa tələsdirən nə idi ey Musa? قَالَ هُمْ أُولَٰئِ عَلَىٰ أَثَرِي وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَىٰ. Musa dedi, onlar da arxamca gəlirlər. Məndən razı qalasan deyə sənin yanına tələsdim ey Rəbbim. قَالَ فَإِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِنْ بَعْدِكَ وَأَضَلَّهُمُ السَّامِرِيُّ. Allah buyurdu, səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları yoldan çıxartdı. فَرَجَعَ مُوسَى إِلَى قَوْمِهِ غَضْبَانَ أَسِفًا قَالَ يَا قَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا أَفَطَالَ عَلَيْكُمُ الْعَهْدُ أَمْ أَرَدتُّمْ أَنْ يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِّنْ رَبِّكُمْ فَأَخْلَفْتُمْ مَوْعِدِي. Musa qəzəbli, kədərli halda qövmünün yanına qayıdıb dedi, ey qövmüm, məyər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Doğrudanmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib, mənə verdiyiniz vədə xilaf çıxdınız? قالوا ما أخلفنا موعدك بملكنا ولكننا حملنا أوزارا من زينة القوم فقذفناها فكذلك ألقى السامري. Onlar dedilər, biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o xalqın zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları oda atdıq. Həmçinin Samiri də onu oda atdı. فأخرج لهم عجلا جسدا له خوار فقالوا هذا إلهكم وإله موسى فنسي. Samiri onlar üçün böyrən bir buzov heykəli düzəltdi. Buzova məftun olanlar, sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o bunu unutmuşdur, dedilər. أفلا يرون ألا يرجع إليهم قولا ولا يملك لهم ضرا ولا نفعا. Məyər bu heykəlin onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi? وَلَقَدْ قَالَ لَهُمْ هَارُونُ مِنْ قَبْلُ يَا قَوْمِ إِنَّمَا فُتِنْتُمْ بِهِ وَإِنَّ رَبَّكُمُ الرَّحْمَنُ فَاتَّبِعُونِي وَأَطِيعُوا أَمْرِي. Bundan əvvəl Harun onlara demişdi, ey qövmüm, siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən sizin Rəbbiniz mərhəmətli Allahdır. Mənə tabe olun və əmrimə itaət edin. قالوا لن نبرح عليه عاكفين حتى يرجع إلينا موسى. Onlar, Musa yanımıza qayıtmayınca
biz ona sitayiş etməkdən əl çəkməyəcəyik, dedilər. قال يا هارون ما منعك إذ رأيتهم ضلوا ألا تتبعني أفعصيت أمري Musa dedi, ey Harun, onların azlıqlarını gördüyün zaman sənə nə mane oldu ki, ardımca gəlmədin? Əmrimə qarşı mı çıxdın? قال يا ابن أم لا تأخذ بلحيتي ولا برأسي إني خشيت أن تقول فرقت بين بني إسرائيل ولم ترقب قولي Harun dedi, ey anamın oğlu, saqqalımdan, saçımdan tutma. Doğrusu mən sənin İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın deyəcəyindən qorxdum. قال فما خطبك يا سامري Musa dedi, məqsədin nə idi, ey Samiri? قال بصرت بما لم يبصروا به فقبضت قبضة من أثر الرسول فنبذتها وكذلك سولت لي نفسي O dedi, mən onların görmədiklərini gördüm. Mən o elçinin ləprindən bir ovuç torpaq götürdüm və onu bəzək əşyalarının üstünə attım. Nəfsim məni buna sövq etdi. قال فاذهب فإن لك في الحياة أن تقول لا مساس وإن لك موعدا لن تخلفه وانظر إلى إلهك الذي ظلت عليه عاكفا لنحرقنه ثم لننسفنه في اليم نسفا Musa dedi, çıx get, sən həyatın boyu mənə toxunmayın, mən də sizə toxunmayım deməli olacaqsan. Səni həm də qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin məbuduna bax, biz onu yandıracaq, sonra da dənizə sovuracağıq. İnnəmə ilahukumullahu-ləzi la ilahə illə huvə vəsi'ə kullə şeyin ilmə Sizin məbudunuz yalnız özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir. كَذَلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاءِ مَا قَدْ سَبَقَ وَقَدْ آتَيْنَاكَ مِنْ لَدُنَّا ذِكْرًا Beləcə olub keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə öz tərəfimizdən zikr vermişik. مَنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُ يَحْمِلُ يَوْمَ الْقِيَامَةِ وِزْرًا Ondan üz döndərənlər qiyamət günü ağır bir günah yükü daşıyacaqlar. خَالِدِينَ فِيهِ وَسَاءَ لَهُمْ يَوْمَ الْقِيَامَةِ حِمْلًا Onlar bu vəziyyətdə əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük nə pis yük olacaqdır. يَوْمَ يُنْفَخُ فِي الصُّورِ وَنَحْشُرُ الْمُجْرِمِينَ يَوْمَئِذٍ زُرْقًا O gün sur üfürüləcək və o gün günahkarları gözləri göm-göy göyərmiş halda bir yerə toplayacağıq. يَتَخَافَتُونَ بَيْنَهُمْ إِنْ لَبِثْتُمْ إِلَّا عَشْرًا Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: Dünyada cəmi 10 gün qaldınız. نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِنْ لَبِثْتُمْ إِلَّا يَوْمًا Biz onların nə deyəcəklərini də yaxşı bilirik. Onların ən ağıllısı, dünyada cəmisi bir gün qaldınız deyəcək. وَيَسْأَلُونَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنْسِفُهَا رَبِّي نَسْفًا
فَيَذَرُهَا قَاعًا صَفْصَفًا. Səndən dağlar haqqında soruşurlar. De ki, Rəbbim onları dağıdıb havaya sovuracaq, oranı boş düzəngaha çevirəcəkdir. لَا تَرَى فِيهَا عِوَجًا وَلَا أَمْتًا. Sən orada nə bir eniş, nə də bir yoxuş görməyəcəksən. يَوْمَئِذٍ يَتَّبِعُونَ الدَّاعِيَ لَا عِوَجَ لَهُ وَخَشَعَتِ الْأَصْوَاتُ لِلرَّحْمَنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًا. O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Mərhəmətli Allahın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən. يَوْمَئِذٍ لَا تَنفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَرَضِيَ لَهُ قَوْلًا. O gün mərhəmətli Allahın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir. يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِ عِلْمًا. Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə onu ehtiva edə bilməz. وَعَنَتِ الْوُجُوهُ لِلْحَيِّ الْقَيُّومِ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا. O gün üzlər əbədi yaşayan, yaradılanların qəyyumu olan Allah qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. وَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخَافُ ظُلْمًا وَلَا هَضْمًا. Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlıqdan, nə də naqislikdən qorxmazlar. وَكَذَلِكَ أَنزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ الْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا. Beləliklə, biz onu ərəbcə Qur'an olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə onlar pis əməllərindən çəkinsinlər və ya ibrət alsınlar. فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ وَلَا تَعْجَلْ بِالْقُرْآنِ مِنْ قَبْلِ أَنْ يُقْضَى إِلَيْكَ وَحْيُهُ وَقُلْ رَبِّ زِدْنِي عِلْمًا. Haqq hökmüdar olan Allah ucadır. Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Qur'anı oxumağa tələsmə və ey Rəbbim, elmimi artır de. وَلَقَدْ عَهِدْنَا إِلَى آدَمَ مِنْ قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا. Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o əhdi unutdu və biz onda əzm görmədik. وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى. Bir zaman mələklərə Adəmə səcdə edin demişdik. İblisdən başqa hamısı səcdə etdi. O səcdədən imtina etdi. فَقُلْنَا يَا آدَمُ إِنَّ هَذَا عَدُوٌّ لَكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَى. Biz dedik, ey Adəm, bu həm sənin, həm də zövcənin düşmənidir. O sizi cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan. إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَى. Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan.
وأنك لا تظمأ فيها ولا تضحى Sən orada nə susayacaq, nə də bürküdən əziyyət çəkəcəksən. فوسوس إليه الشيطان قال يا آدم هل أدلك على شجرة الخلد وملك لا يبلى Şeytan ona vəsvəsə edib dedi: Ey Adəm, sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi? فأكلا منها فبدت لهما سوآتهما وطفقا يخصفان عليهما من ورق الجنة وعصى آدم ربه فغوى İkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə cənnət ağaclarının yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub, səhv yol tutdu. ثم اجتباه ربه فتاب عليه وهدى Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və onu doğru yola yönəltdi. قال اهبطا منها جميعا بعضكم لبعض عدو فإما يأتينكم مني هدى فمن اتبع هداي فلا يضل ولا يشقى Allah buyurdu: Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə inin. Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى Kim mənim zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və biz qiyamət günü onu kör kimi huzurumuza gətirdəcəyik. قال رب لم حشرتني أعمى وقد كنت بصيرا O deyəcək: Ey Rəbbim, mən dünyada görürdümsə, indi nə üçün məni kör olaraq gətirdin? قال كذلك أتتك آياتنا فنسيتها وكذلك اليوم تنسى Allah deyəcək: Elədir, çünki sənə ayələrimiz gəldi, sən isə onları unuttun. Bugün də sən beləcə unudulacaqsan. وكذلك نجزي من أسرف ولم يؤمن بآيات ربه ولعذاب الآخرة أشد وأبقى Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə daha şiddətli və daha sürəklidir. أفلم يهد لهم كم أهلكنا قبلهم من القرون يمشون في مساكنهم إن في ذلك لآيات لأولي النهى Onlardan əvvəl öz məskənlərində gəzib dolaşan neçə-neçə nəsilləri məhv etməyimiz onlara dərs olmadımı? Həqiqətən bunda ağıl sahibləri üçün ibrətlər vardır. ولولا كلمة سبقت من ربك لكان لزاما وأجل مسمى Əgər Rəbbin tərəfindən əvvəlcədən vəd edilmiş söz və müəyyən edilmiş bir vaxt olmasaydı, əzab onları dərhal yaxalayardı. فاصبر على ما يقولون وسبح بحمد ربك قبل طلوع الشمس وقبل غروبها ومن آناء الليل فسبح وأطراف النهار لعلك ترضى Onların dediklərinə səbr et.
Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında ona təriflər de ki, bəlkə razı qalasan. وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَى مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِّنْهُمْ زَهْرَةَ الْحَيَاةِ الدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَى. Kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır. وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا نَحْنُ نَرْزُقُكَ وَالْعَاقِبَةُ لِلتَّقْوَى. Ailənə namaz qılmağı əmr et. Özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik. Əksinə, sənə ruzi verən bizik. Gözəl aqibət təqvaya bağlıdır. وَقَالُوا لَوْلَا يَأْتِينَا بِآيَةٍ مِّن رَّبِّهِ أَوَلَمْ تَأْتِهِم بَيِّنَةُ مَا فِي الصُّحُفِ الْأُولَى. Kafirlər, nə üçün o Rəbbindən bizə bir dəlil gətirmir, dedilər. Məyər onlara əvvəlki səhifələrdə olanların açıq aydın dəlili çatmadımı? وَلَوْ أَنَّا أَهْلَكْنَاهُم بِعَذَابٍ مِّن قَبْلِهِ لَقَالُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ مِن قَبْلِ أَن نَّذِلَّ وَنَخْزَىٰ. Əgər biz onları bundan əvvəl əzabla məhv etsəydik, deyərdilər, ey Rəbbimiz, nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl sənin ayələrinə tabe olaq? قُلْ كُلٌّ مُّتَرَبِّصٌ فَتَرَبَّصُوا فَسَتَعْلَمُونَ مَنْ أَصْحَابُ الصِّرَاطِ السَّوِيِّ وَمَنِ اهْتَدَىٰ. De ki, hamı gözləyir, siz də gözləyin. Yaxında siz kimin doğru yol sahibi olduğunu və kimin haq yola yönəldiyini biləcəksiniz.